baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtride, Azərbaycanın kolası Buz Kola, Unimetal, Zira Olives, Sleepy by Hollywood. Şounun qaydaları. Fanatlar, qeyri-fanatlar və eləcə də adi insanlar tanınmış qonağımıza öz suallarını vermək üçün məkanımıza toplaşıblar. Əgər qonaq cavablarında səmimi olmasa, hər kəsin masasının hesabını ödəməli olacaq. Yox, əgər bütün suallarına səmimi cavab verərsə, onda bütün yeyib içmək aparıcıların hesabına olacaq. Nuş olsun. The 1, 2, 3, take my heart and goes because I look so fine. I don't really wanna make you mine. I said I look so fine. I don't really wanna make you mine. Conversation more maybe repeats when I don't need any money. When I do, looks to do, honey. Gaga Band'i bir alkışlayaq, Gaga Band. Əlixan deyirəm, insan güləndə biraz rahatlanır və biraz da özü olur. Biz bu gün bura düşünməyə gəlmişik, gülməyə gəlmişik və əylənməyə. Bəli, amma gülmək düşünməyə mane olmur, əksinə yol açır. Zarafat bir yana, bu yol bizi çox maraqlı söhbət aparacaq. Bəli, bugün həftənin bazar günü saat 20:00-dır və ziyafətimiz də tam hazırdır. Bəli, bəli. Unibankın baş sponsorluğu ilə Zarafat bir yana başladı! Bizim bugünkü qonağımız nadir hallarda əsəbi, nadir hallarda isə çox ciddi, nadir hallarda sərt, nadir hallarda isə tənqidi, amma əksər hallarda şən, deyib gülən, pozitiv, mülayim. illərin sənətkarı, el arasında əjdaha, Bəli, həmişə əcdaha olan Nadir Qafarzadə! Verməmin eşkimi, o sana heç gərək deyil. Gəl qaytar eşkimi, asıl bitəcək deyil. Lay la lay lay la lay, lay la lay la la lay la lay, lay la lay la la lay la lay, lay la lay la la lay. Axır ki məni bir dünya səviyyəli bir verilişə çağırdılar. Olmadı ki də orada. Roka baxaysan. Evdim Amerikadayım mən. Sağ olun uşaqlar. Allah hamd olsun. Nə deyin Amerika? Xoş gəlmisiniz. Çox sağ olun. Nəhayət ki, siz də oldunuz. Vay vay. Mən uşaqların yerində oturmaq istərdim. Yeyib içən yerdə. Siz də yeyib içəcəksiniz də. Yox, orada başqa. Bunlar hamısı sizindir. Yaxşı, siz orada otursanız, onda burada nadir olmayacaq. Bir qaqaş çağırarsa oturar burada. Də qaqaş. O balalini zəmiyyət edir. Bala əli. Hə, bala-balalı. Oxşuyur. Balalinin balaca qardaşı buradadır. Alqışlayaq, xahiş edirik. Oxşuyur da. Əməlli başlı qaqaş. Üzü bildik ki, bədən forması da oxşuyur. Eynidir yəni. Hərdən toylara gedir Balalinin adı ilə. Temu balali. Meyxana deyənmir, dava qırğın düşür, döyürlər, yola salırlar ki, sən o döyürsən. Fonoqram deyir də, sən də fonoqram, sonra süni intellektlə meyxana deyirəm. Düdüm də, bəs. İndi mən sənin yollarını deyirəm də. Eşitmə görə bizim verilişi də izləyirsiniz, xoşunuza gəlir. Burada olmaq istəyirdim, gözləyirdim, amma zaman gəldi ki, dəvət oldum da. Bəli. Siz bizim verilişdə ilk dəfəsiz. Deməli belə, Nadir bəy, sizə bizim o gənclər sizə suallar verəcək. Siz o suallara cavablar verəcəksiniz. Və əgər bizim tamaşaçılar, qonaqlar düşünsə ki, siz səmimi cavab verdiniz, Səmimi danışıram. Mən kameraları görmürəm. Elə bir biz oturmuşuq, uşaqlar da. kamera yoxdur, yalandan qoymuşuq ora. Yox, mən deyirəm ki, mən obrazda deyiləm. Özümə. Özüməm də, mən belə düşünürəm. Siz cavab verəndən sonra verilişin sonunda yoxlayacaq. Bu qeyri-səmimi işarəsidir, qırmızı. Bu isə səmimidir. Nadir bəy səmimidir, qeyri-səmimidir. Əgər qırmızılar çox olsa, bütün masaların hesabını siz ödəyirsiniz. Yox, şu problem deyil. Problem deyil, əla. Amma əgər göy çox olsa, deməli biz ödəyirik. Biz üçün də heç bir problem Yox, tək deyil. elə qeyri-səmimi kimi çıxsın, uşaqların pulunu ödəyərəm, heç problem Yox, hələ onu axıra biləcəyik. Sevinərəm ki, mənim gənc dostlarıma mən hesab ödədim. Və burada da bir 2000 manat var ha hesab. Ən azı. Ən azı. Heç bir problem yoxdur. Bizim qara qutu gələndən sonra Nadir bəy sudan quru çıxacaq, yoxsa də yox? qutu üçün. Xahiş edirəm qara qutu gəlsin. Bir qutudan xoşum gəlir, bir də kartdan. Yəni dostlarım zəng Hədiyyəmiz- eləyəndə mənə deyirlər necəsən? Deyirəm heç nə. Kartı atıram, deyirəm
kartıma bir dənə şey yüklə, yaxşı olacaq. Pul xoşbəxtlikdirmi? Yox, Maraqlı güclüdür. sualdır. Pul İnsanı güclü eləyir. Pul insanı güclü İnsanı eləyir. nüfuzlu edir. Ümumiyyətlə xoşbəxtlik həyatda anlardır. Biz oturmuşuq, danışırıq, problemləri unutduq, xoşbəxtlik. Buradan çıxanda hansı bir problemlə üzləşək, o xoşbəxtlik unuduldu. Problem gəldi. Pul isə insanı güclü eləyir dostlarım, amma xoşbəxtlik deyil. Çox şeydir, onu hər şeydə deyil. Bəli, çox Amma şey bugün- həll edir, hər bugün şey yox. 90% həyat pul üstündə qurulub. Bizim Nicatla çox bir həyatda belə bir hadisələrimiz olub ki, əlimiz aşağı ola bilər. Misal üçün gəlmişik, hər başımız yuxarı olub qardaş. Başımız yuxarı olub. Amma xoşbəxt olmuşuq və güclü olmuşuq, heç nəyə baxmayaraq. Mən düşünürəm ki, pul önəmli bir şeydir, amma hər şey deyil pul. Yox, bugün o bir 15 il bundan qabaq siz deyən idi. Bax bu saat uşaqlardan sonra Bəli. qızlardan da oğlanlardan Çox şey da. həll edilir, amma hər şey yox. Neçə faizdir bu saat pul? Alqışlarla belə Deyin də. də deyin. Bax bu qız, bax ki, bax bu qəşəng qız. Sual verirəm amma səmimi. Biraz cibi aşağı oğlanla ailə qurarsınız. Təxminən nə qədər aşağı? Gördünüz? Suallar demədi, hə, yox. Sualdan sual yaradır. Qınamıram, Fikirləşir. qınamıram. Həmçinin o qız elə fikirləşir, bu qızlar da elə fikirləşir. Siz insanlar yaşamaq istəyir. Elə ömür boyu mən ləlöyün kimi yaşayacağam. Ləlöyün bizdə var ya, o sizdə də var ya. Ləlöyün kimi yaşayacağam. Neyimə lazımdır o sevgiyə mənim? Ola bilər. Əvvəl və 20 il bundan qabaq sevgi var ya, həqiqi sevgilər var idi. Amma mən bu yaxınlarda xəstələndim biraz. Pul mənə kömək eləmirdi. Çünki canıma elə soyuq girmişdi ki. Xəstələnmək də nədən olub? Pul olmayıb ona görə də. Ya, dedim axı pul var idi. Mən onu sağalda bilmirdim özümü. Yaxşı ki, həkimlər güclü bir mənə nəsə sistemlər falan elədi. Pulsuz elədilər, sağ olsun. Amma bəzən çox pul da xəstələndirir adamı. Çox pul da lazım deyil. Qədərində. Bəli, qara qutunu qarşılayaq alqışlarla. Buradan əjdaha başı çıxmayacaq ya. Bilirəm onu. Buradan elə bir şeylər çıxa bilər ki, Nadir bəy verilişi tərk də edə bilər, Yox. bizi ilə dava qırğın da edə bilər, küsüb gedə də bilər. Nə oldu Amma da? inanmıram. Yaraşmaz başımıza yaşayır. Orada şəkil də ola bilər keçmişdən. Orada video materiallar da ola bilər. Toyda, bəli, Nələr bilmirik, nələr. bilmirik. Aha. Xoş gəlmisiniz xanım. Xoş gördük. Sizi Maşallah. salamlayıram Nadir bəy. Və mənə də həm bir incəsənət tələbəsi kimi, həm də sizi dinləyən biri kimi maraqlıdır ki, nə oldu ki Füzuli kantatası, Dinlə məni sevgilim kimi böyük əsərlər oxuyan Nadir Qafarzadə artıq elə əsərlər oxumur. Yəni bu o deməkdir ki, siz istedadınızı və aldığınız musiqi təhsilini toylara, konkret olaraq desək pula qurban vermisiniz? Mən yenə də çalışıram. Məsələn, bu yaxınlarda 2 mahnı oxumuşam, təqdim eləmişəm. 3 mahnı. Biri Cavanşir Quliyevin 90-larda yazdığı Aygün xanımın repertuarıdır. Aygün xanım ad günü idi, həm də o sonra. Mən ritm mahnıları çox oxumuşam. Mənim qədər bəlkə heç oxuyan, o müraciət edən yoxdur. Sadəcə hərdən yaşamaq da lazımdır. Yetərincə qədər eləmişəm, qiymətini də görməmişəm. Xalq sağ olsun, məni çağırır, məni pul qazandırır. Artıq mən yaşamaq istəyirəm. Amma mən düşünürəm ki, get-gedə bu bayağı musiqilər artdıqca... Mən bayağı oxumamışam, son zamanlar ümumiyyətlə oxumuram. Mən çalışıram, yaxşı mahnılar sizi oxuyum. demirəm, ümumi olaraq, Ümumiyyətlə. yəni göz önündə olan, sosial mediada olan bayağı ifaçlar artdıqca gənclərimiz də təəssüflər olsun ki, nə eşidirsə onu nümunə götürür. Məsələn, mən öz adımdan çox istərdim ki, siz yenidən bunları ifa eləyəsiniz və yenidən o ölümsüz əsərlər geri qayıtsın. Mən çox böyük əsərlər də oxumuşam zamanında. İndi oxumuram çünki artıq əsər heç kimə lazım deyil. Çox faizinə lazım deyil deyə. Onlara mən pul qoymuşam, kapital yatırtmışam ki, Azərbaycan mədəniyyət incəsənətində yəni bir töhfəm olsun. Amma ən çox yadda qalan maral oldu da mənə. Həm də mənə pul qazandıran oldu. Mənim amma Flora xanımla oxuduğunuz darıxmışam. Mənim. Bildim. Dedim axı az faizin yanında faiz. oldu. Hətta kommersiya məqsədli işlər ümumiyyətlə daha çox insanlara yaxın olur və bu gün mən bəzi bizim ifaçıları qınayırlar ki, niyə görə onlar bəsit mahnılar oxuyurlar, asan da, tez insanlara çatan. Əvvəl onları qınayırdım, bugün qınamıram. Alqışlayıram əksinə, insanlar pul qazanmaq istəyir. Alqış gözəldir. Amma Ruhlandırır. bu gün belə ruhlandırır. Amma bu gün bazara gedəndə mənə belə deyəndə havayı işlə vermirlər də. Para verməliyəm ki, mən evə gəlim və hamının üzü gülsün. Mən lazım onda oxuyuram. Artıq dedim axı, hərdən elə olur ki, biz yaşamaq istəyirik də. O mahnılarda da yaşam yoxdur da, amma eləyirik. Sənət xatirinə edirik. Məncə siz indi elə yaşdasınız ki, çox müdrik və həyat görmüş yaşdır sizin yaşınız və yaradıcılığın ən dadlı yeridir. Yəni dadlı yaşıdır belə deyim, dadlı.
vaxtı 50-60 arası insan çox müdrik olur, bütün səhvlərini görür, həyatına baxa bilir və yarada bilir və sizin yaratmağınız indi vacibdir ki, gənclər onu görsünlər, başa düşsünlər. Yəni başa düşürəm ki, 11 milyon misal üçün maral nə qədərdir indi? 11 milyon elə o vaxtda olub da. Olsun 50 milyon. 50 milyon və hansısa yaxşı bəstə 100 min baxılıb. O 100 min də auditoriyadır və o 100 min də haqqı var ki, nəyəsə dinləsin və sizin ifanızda yaxşı musiqini dinləsinlər. Siz oxuyun, bizə görə narahat olmayın. Biz ona qulaq asacağıq. Oxuyuram, əzmdar oxumayım. Bu yaxınlarda mən yenə efirlərə getdim. Ötən günlərimi qaytaraydılar. Sən olmuşam Emin Sabitoğlu'dan oxudum. Yəni mən retro mahnıları yaşadıram. Nə elədi xanım? İnciməsin mənim gələcək incəsənət xadimim. Var olasın. Siz tez-tez səyahət edirsiniz, hə? Hə. Səyahət vaxtı hansı imtiyazlardan faydalanırsınız? İndi deyəcəm, çoxu deyəcək ki, burada nə var ki, mən şəhərdə çıxıram, gezirəm normalda. Rahat gezirəm, məndə heç kim mənə işi yoxdur. Mağaza, mən mütləq ərzağı özüm alayım evə. Ərzağı mən heç kimə... Çörəyin qiyməti neçədir? Mən çörək yemirəm ki. Mən çörək yemirəm. Zarafat eləmirəm, çörək yemirəm mən. Mən hansı ərzaqın qiymətini bilirsiniz? Mənim maraqlı. Yox, siz də beləsiniz, ondan axırda bu qədər. Elə. Mən cibimə baxıram, qaş lokumu açıram. Təxmini 100 manat, 150 manat. Orada yoxuşu normal var. Çox vaxt soruşmuram, nə üçün soruşmuram. Əksinə gəl soruşum. Görürlər ki, mən soruşmuram. Özləri bilən, axırda deyir ki, filan qədər. Əslində mən soruşmalıyam. Onun da vicdanıdır da, eyb yox. Amma hərdən soruşuram. Məsələn, bu yaxınlarda getdim, bu zonadaydım, bağdan. Getdim 4 manat 50 köpüyə mandarin, bilmirəm, o qiymətli yoxsa, mandarin o qiymətli. Müxtəlifdir. Hə, 5 manata da var, 6 manata da var, 2 manat. var. Bir şey də maraqlıdır. O marketdən böyük bazarlıq eləyirsə, o boboda ədəbə çıxır. Onu neyinirsiniz? Onu deyəcəm. Geri al. Bildim, yox. Ona verirlər mənə. Çox da almırdım əvvəl. Sonra gördüm ki, yox, almaq lazımdır. Əvvəl özüm şey deyirdim. Sonra dedim ki, 50 öncə alsan, nə olub, o boyda pul vermirsən. İndi 1 manat köpük, 50 köpük zat. Mən elə deməzdim, çünki şəxsən mən özüm də ƏDV geri aldan istifadə eləyirəm və düşünürəm ki, burada oturan tamaşaçıların bir çoxusu ondan istifadə eləyir və bu da puldur və İndi verirəm uşaqları evdə. xımır, həmişə xımır. Amma qayıdaq hava limanına. Bizim verilişimizin baş sponsoru olan Unibankın sizə hədiyyəsi var. Gözəl, xoşuma gəldi hədiyyə. Xüsusi kartlardır. Bayaq kart dediniz, həmin o kartlardan biridir. Sən bax, mən indi xoşbəxt oldum. Hə. Bax, and olsun Allah, o ki hədiyyəni mənə verdi. Ya, elə dünyanı mənə. Bilmirəm, içində nə var. Amma gəldi də mənə bu. Verildi mənə. Mən xoşbəxt oldum mən indi. Nadir bəy, siz bu kartın üstünlüklərindən xəbər tutsaz, 4 qat xoşbəxt olacaqsınız və dəyərini də bilsəz, ümumiyyətlə Allah hər kəs xoşbəxt ay eləsin. boyu xoşbəxt ol. Xahiş edirəm. Unibankdakı maşallah da. Sağ ol. Bəli, bəli. Nadir bəy, bildiyimiz kimi siz dünyanı tez-tez səyahət eləyirsiniz. Toyla bağlı, şəxsi həyatla bağlı, övladınız xaricdə oxuyur eşitdiyimiz qədər və ona görə sizin kimi çox səyahət eləyən insanlar üçün Unibankın qara kartı var. Bu sadəcə kart deyil, bu səyahət paketidir. Hava limanında sakit, komfortlu, çaylı, kofeli, internetli, Wi-Fi-lı yer axtarırsınızsa və komfort axtarırsınızsa, onda Unibankın Mastercard World Elite və Black Edition kartları sizə mütləq lazımdır. Bu kartlar ilə dünyanın 135-dən çox ölkəsində, hava limanlarında, lounge key zallarına ödənişsiz giriş var. Fast Track sizi növbələrdən xilas eləyir və transfer xidməti evdən hava limanına, hava limanındakı tam otelin düz qapısına kimi yola salır. Konsiyerj xidməti isə bir ayrı zövqdür. 24/7 sənin qulluğundadır. Sən işlədirsən, Unibank da onun maaşını verir. Üstəlik bu üstünlüklər üçün Unibank səndən heç bir aylıq dövriyyəsi tələb eləmir. Çünki Unibank sənin bankındır. Yaşılışın. Mən ilk dəfə. Görürsün nə yaxşı belə işin bura. Çox. Mən heç vaxt dostlarım, onu da deyim də, biznes klassda uçmamışam heç vaxt. Amma bu yaxınlarda mən Moskvaya uçurdum. Təzə qızımız vardı evdə bilirsən, sonuncu yəni. Allah. Çox ağıllı qız imiş. Hə dedim, papaçka neylə uçur? Dedim, dedi ekonomda, dedim, hə. Ne üçün? Dedim, bəs mən ekonomda uçmuşam ki, indi sizin eviniz var, eşiyiniz var, maşınınız var. Dedi, yox. İndi artıq eləmisən də bizim üçün. İndi sən bizneslə uç. Hətta maşını mənə o aldırıb. Hansı maşındır? X7 BMW yaxşı. Qəşəng. Amma o maşını hamı sürür də, bizə çoxu sürür yəni. Amma halal qazanmaq lazımdır ki, məndən onu də rahat sürəsən. Demirəm. O avtomobilin küskanını tutanda gedəndə rahat olasan ki, Allah
rahatsan da vicdan var qəlbində, içində bir ki, rahatsan sən. Amma haram əbədi olaraq sən belə olacaqsan da, axı halal qazanmamısan sən. Ona görə mən avtomobilin sükanını gedəndə rahatam. Bizi koruyan nədir? Nadir uçdu ekonomda hamı kimi. Bir dəfə avtomobilim var idi, biraz ucuz idi. Biraz ucuz hansı Biraz idi? Ford idi, amerikanski. Hansı Ford? Ford'un Explorer. Fusion. Explorer. Ha, o Var cipdir, ya. böyük, Ha, cip. böyük. Amerikanski filmlərdən Mən bir imkanlardan toyuna dəvət edib, oğlumun toyuna getdim. Onda şoförü gəlmişdi mənə beh verməyə, özü yox. Mən Explorer-la gedəndə mənə qayıtdı ki, Nadir müəllim, bu nə maşındır, sizə yaraşmır. Psixoloji, siz tamaşaçılar bizi yoldan çıxardırsınız. İndi bizdə biz necədir? Kimin X7-si varsa o yaxşı oğlandır. Kimin Jigulisi varsa o belə də. Necətin Məsəl üçün. X7-si var, Məsəl üçün özdə deyirəm, oyuncaq. Mən uşaqlar başa düşün nə demək istəyirəm. Bugün sənin son model telefonun yoxdursa, sən deməli ləlöyünsən. Elə çoxları elə fikirləşir də, çoxları. Bəs bir sual verim. Tarkan nə maşın sürür? Onun bəlkə təyyarəsi var. Halal xoşu olsun. Halal Amma buna. bilmirik yenə də o Tarkandır. Mən başa düşdüm. Əvvəlcə xoş gəlmisiniz Çox Nadir bəy. sağ olun. Sizə sualım budur ki, əvvəlki Nadir Qaparzadənin həyatında baba olduqdan sonra nə dəyişdi? Hə, Allah saxlasın. Baba Əvəzi. başqa bir. Mən deməli mənə deyirdilər dostlarım ki, baba görəcəksən də necə olur. Sonra uşaq oldu. İndi onu Övladdan da onu şirindir gündə nəvə. iki dəfə mən görüntülü görməsəm və yaxud da görmə belə bir momenti var ki, getməliyəm. Gedə bilmirəm amma gedib görməliyəm də onu. O yerə getdiyim yerə 10 dəqiqə gecikirəm, onu görürəm. Həmsi oğul da, gəlin də, həyat yoldaşım da bir yana. O başqadır da, onun qadasını alın. Mən demişəm ki, qocalanda mənim uşaqlara demişəm, əlimdən telefonu alın. Etiraf edirəm mən sizə. Bəlkə də artıq indi almalıdılar. Bəlkə ki, gizləmirəm ki, hələ. Əlində ala bilərlər. Amma yox, hələ yerində. Qocalanda hərəkətlərinizi cavablı döyürsünüz. Yox, mən bəzən sosial şəbəkələrə Görmək baxanda, istəmisiniz? əvvəl deyirlər ki, hər evdə böyüyün olması, yəni yaşlı bir insanın, böyüyün, ağıllı bir insanın olması lazımdır. Mən indi deyirəm ki, zaman dəyişib. İndi hər bir evdə ağıllı bir gəncin olması vacibdir. Nə üçün? Artıq bəzi ağbirçək ağsaqqallar ki var, bəzi. Artıq onların əlindən telefonu alıb gənc deməlidir ki, baba, nənə, bilmirəm də, xala, telefonu ver. Özü apara bilmirsən, ayıbdır. Amma əvvəl bunu böyüklər eləyirdi ki, oğul bunu eləmə ayıbdır, olmaz. Tərsinə gəldi. Olmaz dostlarım, yaşımıza, başımıza biraz hörmət eləyək. İnsan da görürsən, 70 ildə oxuyub, hörmət qazanıb da. Ən yaxşısı başı fanarlı telefonlar var ha. O fanarı işlətmək. Hə, o heç. 70 yaşına qədər yaradıb, sənətkar falan. Bir gün bir dönəm səhvi 70 ilini qoydu, Arxada. üstündən xətt çəkdi. Evdə ağıllı gənclər varsa, o özünü apara bilməyən, telefonda şitlik eləyən, yaşına uyğun eləməyən yaşlılara telefonu alın, xahiş edirəm. Biabır olurlar. İndi onlar biraz insan başı gedib, insandır. Amma vaxtında alın ki, hörmətdən düşməsinlər. Mən uşaqlarıma demişəm. Təxminən neçə yaşla? 70 yaşından sonra oldu da qocalıq. Yox, hələ yaxşıyam. Hələ özümü apara bilirəm də. Mən düşünmürəm ki, yerimi bilirəm. Bilirəm ki, qadınla necə hətta mən gənclə, məndən yaşlı gənc deyim. Mən onunla istəyirəm onun öz yaşına uyğun, amma pərdədə, çərçivədə ki. Söz var, uşaqla uşaq, böyüklə böyük. Hə, uşaqlarla sevirəm uşaqları. Bir dənə də misal var ki, böyük olmayan yerdə oturma. Və mən dedim axı bəs ondan qabaq ki, əvvəl idi də bu. İndi bəzi böyüklər özləri ilə aparırlar ki, deyirsən ki, o böyüyün özün olması olmasa yaxşıdır. Hamısı bizi neynədi? Telefonlarda da o telefon var, o telefonlar. Hə. Çoxlarını iç üzünü açdı, abırını apardı. Olmaz. Mən deyirəm, hamını demədim, estağfurullah. Bəzilərini. Əlbəttə ki, bəzi. Qane elədi. Bəli, bəli. Çox Öpürəm mən maraqlı səni. cavab. Sizin məqsədiniz, bax, sizin Aldın neçə yaşınız var? 18. Hələ siz özünüz üçün fikirləşməmisiniz də, siz hansı işin qrupundan yapacaqsınız? Yox, mən futbolçuydum. Sadəcə ayağım sındı deyə yarımda qaldım. Vay. Allah köməyin olsun. Daha oynamaq olmaz. Yəni Yəni sadəcə Azərbaycan mentalitetinə görə ancaq oxumaq da ailələrdə. Ona görə elə çox Yox, niyə icazə kimsə olmaz. deyir ki, Yox. o qədər oxumuş futbolçular da var ki, savad sizə heç vaxt mane olmur. Bir yerdə Ümumiyyətlə savad hamıya getmir də. lazımdır, Bəli, dostum. bəli. Ona görə siz savadlı olmalısınız ki, Asiya ilə Amerikanı, Avropanı da biləsiniz də, bəzilərinə baxanda. Öpürəm sizi. Çox sağ ol. Kimə söz atdı? Mən səhv dedim də. Şəbnəm Tovuzlu və Balalı ağlıma gəldi ki, iki dənə raket uçdu, bilmədim hara getdi. Mən də dedim ki, yəni, mən ad çəkmədən dedim ki, o uşaqlara... Xahiş edirəm mat çəkin. Bilirsiniz. Qalma qal yarırsınız. Yox, Şəbnəmlə mənim yaxşı münasibətim var. Onda Balalıdır.
Mən bu yaxınlarda Şəbnəmi gördüm. Ona dedi, gördüm maşallah Qalinvagindən düşür. Sən əyləş balali sənlə də öyrə, elə. Dedim Şəbnəm, sən yaxşı ifaçısan da öz janrında əlasan orada. Amma çalış çox danışma, səhvlərin olur. Sənin üstünə gəlirlər. Bəs hansı janrdadır o? Deyirsiniz ki, o öz janrında yaxşıdır. O janr nədir? Xalq üslubu deyək də bugünkü müasir xalq mahnıları deyək. Həmin Bu o xalq ritim- mahnıları onda tarixdə qalacaq da Elmira Rəhimovanın. O heç, onlar qalıb onsuz da. Onlar bu gün də toylarda səslənir, Qalıb, bu gün də bəli. oynayırlar. O da xalq mahnısıdır, bu da xalq. Bunlar bu müasir də yanaşar buna. Müasir. Bugünkü tələbat. Müasir xalq mahnıları Bugünkü ayrı, belə çıxır. Bugünkü tələbata uyğun olan mahnılar da olar. Şəbnəm Tovuzlunun mahnıları onda tarixdə qalacaq. Ola bilər ki, hansısa bir mahnısı qalsın. Hamı yox, amma qala bilər. Bax biz deyirik müasir xalq mahnılarında belə çıxır ki, İncəsənət Universitetində imtahan verən tələbələr xalq mahnısı deyəndə bu xalq Yox, mahnıları ondan imtahan verməyəcəklər, yox. O olur da. kütlə üçündür, kütlə. Bugün oxundu, getdi, amma... Məsələn, müəllimə deyir ki, ay qızım, ay oğlum. Amma bir pəncərədən dənə daş gəlir, ay, bəli, bax, o qalacaq. Onun ömrü, mən öləcəm, olmayacaq, o qalacaq. O dediyimiz mahnılar ki var, bir ay ömrü var, 2 ay maksimum, bir ildə deyil. Onda tarixdə az adam qalacaq belə çıxır. Təbii ki. Tarix ona görə önəmlidir ki, hər adam orada qalmış. Əvvəla hamıya salamlar, xoş gəlmisiniz. Nadir bəy, deməli sualım bundan Gözəl ibarət qızsınız olacaq. siz. Təşəkkür edirəm, çox sağ Ucadan. olun. Xəyanət mövzusunda bir fikir bildirmisiniz. Demisiniz ki, demirəm bundan sonra heç vaxt xəyanət etmərəm. Əlavə olaraq da belə bir maraqlı ifadə işlətmisiniz ki, həyat yoldaşıma xəyanət eləmək istəmişəm, amma ayağım sürüşüb özümü yığışdırmışam. Kifayət qədər sevilən Nadir Qafarzadə günümüzdə bir çox ailələrin dağılmasına səbəb olan xəyanəti bu cür təqdim edəndə gənclərə pis örnək olmur. Etmək istəmişəm, ayağımı Bütün sürüşüb. kişilərdə var da, demək olar 90% kişilərdə xəyanət addımı atmaq sevgisi var. Hər bizim nəslində də, yaxın qohumunda da, gizli də olsa siz bilmədən o xəyanəti edən kişilər var. Yoxdur, deyin yoxdur. Onda hamısı mələksiz ki. Mən mələklər ölkəsində yaşayıram ki. Var. Kimi gizli, kimi diyez 31-dir. Məsəl üçün, kimi gizli, kimi aşkar, kimi acığa deyirəm, mən beləyəm. Oturursanız, xoşuma gəlmir oturun, məsəl üçün deyirəm. Xəyanət yaxşı şey deyil, amma biz ondan qaça bilmirik, qızım. Bu xəyanət o vaxt da olub bizdən qabaq. Bugün də var, gələcəkdə də olacaq. Mümkün, arada insan var, insan, Adəm var, orada olacaq. Sadəcə olaraq efirdə çıxıb bu mövzuya belə bir fikir bildirmək toplumu Mən də demişəm ki, axı. çaşdıra bilər və Xanım bir ki, Nadir bəy deyim ki, xəyanət eləmək istəmişəm. Ayağım Amma sürüşüb. eləməmişəm dedim də, yəni çalışmışam ki, eləməyim. amma gələcəkdə eləyə bilərəm deyə bir fikir bildirmisiniz. Bilməmişəm. Onu mən bilmirəm. Bəlkə məni elə bir momentə düşə bilərəm ki, elə bir situasiyaya düşə bilər. Bilmirəm də onu mən. Axı mən söz vermirəm özümə. Yox, bilirəm. O Yəni eləyə bilərəm nə baxsan. Sadəcə olaraq Bilmirəm, eləyə bilərəm. Amma eləyə də bilərəm, eləyə də bilmirəm. Nadir Qafarzadə milyonların sevdiyi bir sənətçi çıxıb efirdə bunu desin və sonda desin ki, mən bilmirəm, cavabdehlik daşımıram. O pis örnək olur gənclərə. Çünki düşünürəm ki, indiki zamanədə sadiqliyi, Mən deməmişəm ailə eləyəcəm. Bilmirəm eləyəcəm. Şeytan da çıxartdı məni buradan ağlımı. Mən də məsəl üçün deyirəm. Hələ ki eləməmişəm 51. Bundan sonra yəqin ki eləmərəm də. Nin də deyim 55 ki- yaşdan sonra xəyanət olur. Məndən çatmamışam o yaşa. İnşallah Çatana sənə deyəcəm. Allah qismət Düzdür, mən eləsə. sənin o yaşımı görməyəcəm, tez öləcəm. Siz gəncsiniz. Bilmək olmaz. Bilmək Gəncsiniz olmaz. də. Siz Kim mən istəyirəm siz yaşayasınız. Allah sömürü Xəyanət versin. yaxşı şey deyil, amma bu da qaçılmazdır da qızım. Onda qadınlar heç kimə güvənməsin. Qızım, həyat varsa xəyanət var da. Mənim Ağlama, balam- anam, ağlama. Mənim balam var da, sizin qohumlarda yoxdur xəyanət edən xanımlar. Ola bilər. Öpürəm sizi. Deməli var. Və olacaq da bu. Dedim kimisi aşkar, kimi gizli, kimi deyil 31 eləyəcək. Xanımın qohumları tanınmışdır Məsəl üçün deyirəm, və məsəl üçün efirə deyirəm. çıxıb efirdə o fikri bildirmirlər. Çünki biz örnək, biz üçümüz burada oturmuşuq örnək. Bir dənə söz deyim sizə. Mən övladıma demişəm ki, siz tərbiyəni ananızdan götürün, atanızdan götürün. Mən niyə görə nicatdan tərbiyə almalıyım mənim uşağım? Əlixana baxıb niyə tərbiyə götürürsən? Özün də uşağına tərbiyə ver evdə. Əlixana da obraz kim baxsın, mənə də obraz kim baxsın. Yəni uşağa da baş salsan ki, aktyordur, onun O işidir. biz aktyoruq mənim balam. Mən aktyoram. Siz ağıllı qızsınız. Mənim sözlərimə fikir verməyin. Mən istəmirəm xəyanət olsun. Bəli, ailələr dağılmasın. Siz ailə dağılanda da kişi də gedir öz işinə, arvad, qadın da. Amma uşaqlar əziyyət çəkir. Mənim balam, Qane elədi. qəssabisa, gözəl qızım.
Çox Sən da yox. xoşbəxt ol. Çox sağ ol. Sənin həyat var, sənin yox. Burada ümumiyyətlə sizin qabağınıza elə kişilər çıxsın ki, sizi xanım eləsin. Amin. Sözün əsl mənasında xanım eləsin. Nadir bəydən nə Götürsünlər. eşitmək istəyirdiniz? Nə desin bu xəyanətlə bağlı? Son, bağlayaq bu söhbəti. Eşitmək istərdim ki, yəni özünə güvənən məncə kişi heç vaxt xəyanət eləməz. Tökü olsun. Amma olacaq. Necə? Olacaq. Olacaq. Müasir dünyada uğurlu biznes hansı sayılır bilirsiniz? Yox. Risksiz, etibarlı, stabil gəliri və rahat idarə olunan biznes uğurlu biznes sayılır. Aha, maraqlıdır. Əziz taksi fəaliyyəti ilə məşğul olan sahibkarlar, o sahibkarlar ki, biznesi risk altında görür. Fəaliyyət prosesi sizi qane etmir. Taksi parklar verdiyi vədləri tutmur. Bunların hamısını SoundRide-la həll eləmək olur. Sertifikatlı avtomobillərinizi gətirirsiniz Yangonun rəsmi partnyoru olan SoundRide şirkətinə. Onlar sizin avtomobilləriniz üçün lazım olan bütün məsələləri həll eləyəcək. Siz isə biznesinizə real vaxtda nəzarət eləyib gəlir əldə edəcəksiniz. SoundRide sizin rahatlığınızı və stressiz gəlirinizi düşünür. Daha toya getməyə ehtiyac olmayacaq. Hə, yoxsa ki, bu ay bu leyli, bu leyli, bu Qeyd leyli. edim ki, SoundRide şirkətinə yeni qoşulmuş sürücülər 300 manata kimi bonuslar əldə edə bilərlər. Təşəkkürlər SoundRide. Bizim bir rubrikamız var. Biz sizə cümlələr deyirik, siz isə sürətli cavab verməlisiniz. O Oyda. yoxsa bu. Kartımı göndər mesajı yoxsa bankomat səsi? Kartımı göndər, eləmə o yazı üçün kartımı göndər. Kartımı göndər mesajı yoxsa bal qaymaq? Kartımı göndər olanda, pul olanda bal qaymaq olacaq da. Kartımı göndər yoxsa nəvə ağlamağı? Yo, nəvəsinin qadasını alaram nəvəmin. Nəvəmin qada. Onun milyonlar yox, milyardlar onun. Bir dənə onun cıqıltısına yadıma düşdü, getmək istəyirəm indi. Bax, gedəcəm. Nəvə ağlamağı yoxsa pomidor yumurta? Nəvə ağlamağı deyəndə ki, nəvə səsi də. Nəvə. Nəvə ağlamağı yoxsa Moskva toyu? Nəvə. Nəvə ağlamağı 100% zaryatka? Nəvə. Nəvə ağlamağı köhnə Nəvə. mahnılar? Nəvə ağlamağı göm 200 manatlıq? Mənim 2 ay bundan qabaq yeni həyatım başlayıb, o da nəvəmlə. Nəvə ağlamağı yoxsa maral? Nəvə. Nəvə ağlamağı yoxsa dolu soyuducu? Nəvə, ay qədər nəvə. 100 manat ədəvi? Nəvə. Nəvə! Nəvə ağlamağı qalib gəldi. Bəli. Siz nə qəşəng qızsınız. Təşəkkür edirəm, çox sağ olun. Sualınız da indi mənə qəşəng eləsə xoşbəxt olaram. Buyurun. Gözəl bir sualdır. Əvvəla hər kəsi salamlayıram. Xoş gəlmisiniz Nadir bəy. Mənim üçün çox xoş oldu sizi görmək. İlk bunu deyim. Deməli, icazənizlə sualıma keçim. Zarafat bir yana verilişinin ötən buraxılışlarının birində qonaq olan doktor Rəşid Mahmudov maral oxumaq bayağılıqdır deyə bir fikir bildirmişdi. Belə çıxır ki, Nadir Qafarzadə bayağı mahnı oxuyub. Ola bilər. Mən Rəşid müəllimə söz deyə bilmirəm. O məndən böyükdür. Mənə maraqlı. Mən deyim də, hətta o tənqid eləyib də, mən ona heç nə deyə bilmərəm. Bizdə indi bilmirəm necə cəmiyyət. Bizdə mən köhnə kişilərdənəm. Böyüklər bizə səhvdə tutanda biz susurduq. O hətta haqsız olanda belə onu haqlı sayırdıq. Bizi belə öyrəşmişlər. Böyük üzünə ağılmaq olmaz. Belə çıxır Rəşid müəllim haqlıdır. Yox, mən ona heç nə demirəm ümumiyyətlə. Nə deyibsə yaxşı eləyib. Ağsaqqalımızdır. Onun xətrinə deyib mənim düzgün olmaz onun sözünün üstə söz demək. Belə istəyib belə desin. Canı sağ olsun. Maral çox bəsit, asan bir mahnı. Niyə elə? Demək əsərlər oxuyanda yadda qalmır. Maral oxuyanda yadda qalır. Nədir o problem Bilməm, kimdədir? bəlkə o maral sözü bir mahnıda mənim neçədə maral saysa, neçə dənə söz, bir maral sözü çox təkrarlanıb, beyinlərə elə həkk olundu. Bəs yaxşı, o mahnının uğuru niyə bu qədər böyük oldu? Əgər bəsitdirsə, siz dediyiniz kimi yəni. Asan mahnıdır. Asan mahnıdır deyə. Çox asan mahnıdır. Əsərə qulaq asmaq üçün biraz başqa bir şeylər lazımdır, düşünmək, nə bilim. Düzdür, indi əsərə bütün insanları məcbur deyil ona qulaq asmağa. Amma bu qızlardan soruşdunuz, hamısına o maral deyəcəklər. Yadlarına, düz mən oxumuşam başqa şeylərdə. Bu uşaq gənclərdən çoxsan soruşur. Bəlkə heç maral da yadlarında deyil, çünki çox gənclər. Maral da çoxdan mahnısıdır, 15 ilin mahnısıdır. Amma bilirlər də, maralı bilirsiniz də, maral, hamısı bilir. Maral da pullu mahnıydı da, pullu. Bəs nəyə görə Rəşid bəy belə bir fikir bildirib? Rəşid müəllim bəlkə də özü maralı o qədər oynayıb ki. Özü də oynamasa ya xanımı, uşağı, qohumu, xalası da, indi kimisi bacısı, vallahi. Maral mahnısı çıxanda çox qınanıldı.
Amma çox da tutuldu da. Yəni bayağı olsa da oynamalı mahnı. Amma bu gün də mən onu oxuyanda bilirsiniz, mahnı bayağı deyil, bayağı ifaçı var, bayağı təqdimat var. Siz o bayağı dediyiniz bugünkü mahnılar verin çoxu. Onu gətirin gör onları necə oxuyuram mən. Aranjirovka var, təqdimat və yanaşma var. Başa düşürsünüz? Qəşəng ansamblə onu yığanda gör necə səslənəcək o. Deyəcəksiniz, budur, konfet məsələsi. Mənə hələ də maraqlıdır ki, Rəşid bəy niyə görə belə fikirləşib və tamaşaçıların bir çox qismi bu fikirlə razılaşıb. Çünki Rəşid bəyin müəyyən bir auditoriyası var və ona etibar eləyən, onun fikirlərinə hörmətlə yanaşan gənclər var ki, o fikirlə razılaşıblar. Onu mən bəstələməmişəm. Onu məndən qabaq rəhmətli Azər Bülbül oxuyub 2007-ci ildə. Sonra Dilək Şimşəkli bir qadın oxudu. Sonra mən oxudum. Onlarda baxış olmadı, gəldi məndə tutdu. Deməli mən yaxşı oxudum da onu. Ürəklə oxudum. Akademik həm də yanaşmışam. Mən savadlı ifaçıyam. Mənim musiqi savadım var. Mən gör kimlərlə dərs almışam. Mən Flora xanımın məhsətləri ilə böyümüşəm. Elmira xanımı. Bilirsiniz, mən yaxşı ifaçılar eşitmişəm. Mən zamanında gəncliyimdə yaxşı bəstəkarları dinləmişəm. Ona görə mənim hətta bayağı mahnını pis oxumağa ixtiyarım yoxdur. Onu mən yaxşı oxumalıyam. Mənim borcumdur. Buna mənim təhsilim, savadım, ağlım və dünya görüşüm imkan verir. Nadir bəy bayağı mahnı oxumayıb. Siz dediniz də o bayağıdır, oxumuşam da onu maralı. Əgər bayağı deyirsinizsə, oxumuşam. Xanım, siz eşitdiniz cavabı. Qan elədi. Bəli, qan Özü də elədi. bəlkə evdə maralı oynayıb elə. Oynamısınız maralı? Maralı çox, uşaqlıqdan bəri, 5 yaşımdan bəri çox sevdiyim mahnıdır. Biz qoca hiss edirik özümüzü. Və bizim burada elə bir sponsorumuz var ki, xüsusi sponsorumuz. Budur. Bəli. Naxçıvanın dağlarının suyundan hazırlanır. Bizim kolamız, milli kolamız. Bu kola buradadır, alqışlayaq. Yana isti, yanan güneş nefesimi kesti. Ora bora her yan güzellerle yandırıp yakar ince sözlerle. Yana yay, yana isti, yanan güneş nefesimi kesti. Bunlar hamısı İndi yenə sizindir. xoşbəxt oldum. Niyə? Hədiyyə, buz. Hədiyyə. Bunlar da sizindir ya. Baxmamışam açığı. Onun dadına baxın, xahiş edirəm. Amma gördünüz, Çox anlarla yaxşıdır. insan xoşbəxt. Bankdan gəldi, bir an xoşbəxt oldum. Buzu içəcəm. Nadir bəy, lap xoşbəxt olmaq istəyirsiniz. Bu Azərbaycanın məhsuludur. Ona görə Bəli. özümüzünkilərin dadasını alın. Naxçıvan suyundan hazırlanmış buz koladır. Dadı fərqlidir ya, maraqlı. Çünki Naxçıvan suyudur. Bəli. Ey kömür Naxçıvanın mülkünün barı Naxçıvan. dağlarından, dağların suyundan. Naxçıvandan kola buraxmamışdır, kola da buraxdı da Bəli. yəni. Milli dad, milli kola. Görün. Tam sənin. Mən ümumiyyətlə çalışıram öz istehsallarımızı almaq. Xeyri öz bizimkilərə Bəli, verir. Qoy öz bizimki, öz brendimiz olsun. Yerli bazar inkişaf eləsin. Arnold Schwarzenegger'ın böyük Qardaş qardaşını, Amerika filmlərindəki bəli, Manyaklara oxşayır. bəli. Nə istədim dedim bir də xətrinə sen dedin. Əslində əladır da obraz Bunu olaraq. axır bir öldürür, axıra birini ki Mənim budur. zaten işimə də yarayır ona görə. Manyak ayaq ol. Model oyuncu. Nə yaxşı. Onda model manyak. Buyur əzizim. İlk öncə hər kəs salamlayıram. Mən Qahir. Nadir bəy, sizə belə bir sualım var. Video paylaşmışdınız. Videoda aparıcıları, müğənniləri istisna olmaq şərti ilə təhqir edirdiniz. Amma TikTokerlərdən söhbət açılanda istisnasız hamısını təhqir elədiniz. Siz də Azərbaycanda faydalı videolar paylaşan TikTokerlər yoxdur? Mən hələ TikTok-da bir ibrətami bir şey görməmişəm. Ya mənim qabağıma çıxır, mənə Heç bir TikTok-da görməmisiniz. Hə, nə bilim, sən bu qız kişi ərə getmək istəyir. Amma bu qadın istəməsi yanında bambalı TikToker əri olsun. İstəyirsiniz? O TikToker ərin hörməti olmayacaq bunun. Yəni o evə gələndə deyəcəklər gəlib də bambalı TikTokerdir də bu. Nədir ki bu? Elə o kişilər var ki orada olmaz, Amma qurban olmaz. nümunəvi TikTokerlər də var da, yox? Gəlin biz yaxşı bir nümunə olaq da. Maarifləndirici videolar çəkək. Yaxşı bir videolar. Roliklar. Hətta belə sən nəyisə reklam eləmək istəyirsənsə, onu da çox ədəbərikanlı, keyfiyyətli ki, mən o məhsulu doğrudan da almaq istəyim. Sən elə deyirsən ki, deyirəm ana, mən bunu geyinim ayıb deyə, o gör ki, kim onu reklam eləyir. Reklam eləyən adamdan da çox şey asıldı, qurban olun. Nadir bəy, belə bir TikTokerlər var ki, öz əl işlərini TikTokda paylaşırlar və Azdır olar. və o baxın, TikTokun belə də alqoritmi
kimi var ki, tək TikTokda deyil, Instagramda da, YouTube'da da. Siz nəyə çox baxırsınızsa, o da sizin qarşınıza çıxır. Bu Azərbaycan TikToku dostdur. Yo, Azərbaycan 90%, 95% pis şeylər dostdur. Azərbaycan TikTokunda maraqlı kontentlər var, maraqlı paylaşımlar var. Telefonu qoyublar, qocası oynayır, ahılı oynayır, cavanı. Nə oldu? Bu oyun sevdası hardandır? Oynamaq. Rəqs gözəldir toyda. Nişan yeri var da rəqsin. Bəs yaxşı, maral mahnısı ilə hansısa uşaq video çəksə evdə və yaxud qadın, Axı o maral da mahnısı pisdir. heç kimi biədəb tərbiyəsi olmağa çağırmır. Maraldır da. Ömür boyu bizdə olub da Ceyran mahnısı da olub. Xoşunuza gəlmə TikTokerlər. Maral mahnısına rolik çəksə, Baxır necə çəkəcək. O da var. Mən bu yaxınlarda elan eləmişdim. Mənim son mahnıma kim yaxşı öz anası ilə rolik çəksə bir yarım 30 saniyə 45 fərqi yoxdur. Ona pul mükafatı ayırmışdım. Mənə artıq biri atıbdı, baxıram ki, mənim öz səhifəmdə izləyici az olub öz klipimə. Onda artıq 700 mindir, 700 mindir. Yəni onu bilmək olmur. İndi mən birinci yeri 500 manat ona verəcəm. O özü TikTokerdir. O düzdür, ondan heç xoşumda gəlmir açığı. Xoşum gəlmir. O dediyiniz TikTokerlərdən biri də odur. Xoşuma gəlmir, amma həqiqət budur ki, Sizin mahnınızı populyar edir. Mən demişdim ki, kimdə çox baxış olsa, rəy olsa belə ona verəcəm. Artıq mən axı öz sözümdən qaçıram ona verməsəm. Ona görə onun fərqi yoxdur o kimdir. Onu eləyib 500 manat da onundur qardaş. Bir də üzr istəyirəm. Onu nəyə görə demisiniz çəkin? Mahnı Hə, yayılsın, populyar olsun. Bu da bir PR-dır. PR-dır da yəni. Amma bayaq deyirsiniz ki, həmin o TikTokerlər çəkməsin. Adam görsən elə fırlanır, gəlir ki, adamın ona işi düşür məsələn. Mənim ona düşmədi işim. Mən dedim ki, Amma istifadə edirsiniz ki, Yəni də mahnınız yayılsın. mən Demirəm, öz şəxsən. səhifəmdə Instagramda elan eləmişdim onu ki. Bu da gəlib çıxdı TikToka. Çıxdı həmin o TikTokerlərə. Bəyənmədiniz TikToker. Qatırsa bir-birinə. Onu TikTok olmayan da bir nəfər çəkə bilərdi. TikToker olmayan. Hə, başa Bu oğlan da çəkə bilərdi anasıyla, o da qız da anasıyla çəkə bilərdi. Burada nə var ki? İndi o çəkib də. Ayxan biz də çəkərik. Yaxşı baxışları var. Gecdir ucu, udublar. Hə? Yox, hələ ikinci mahnı gəlir. İkinci, üçüncü yer var. İstəsin oynayarıq. İmkan verin də buzdan içim də. Nuş, için. Qane elədi. Mən adətən ümumiyyətlə belə suları çox qəbul etmirəm, amma mənim xoşuma gəldi. Buz kolandadır, Çox xoşuma fərqli. gəldi. Kolanı hamı bəyənir. Bəli. Qane elədi. Bəli, bəli. Öpürəm sizi. Salam, xoş gördük sizi Nadir bəy. Sualım belədir ki, dünyanın bir çox ölkəsində sənətçilər bir müddət pul qazanmaq üçün, sizin dilinizlə desək, soyuducularını doldurmaq üçün çalışırlar. Soyuducuları dolduqdan sonra isə ciddi şəkildə sənətlə məşğul olurlar və musiqiyə töhfə verirlər. Bəs sizcə bizdə niyə bəzi musiqiçilər soyuducuları dolduqdan sonra belə ciddi musiqilər ərsəyə gətirmirlər? Bu sualın cavabı verin. Bilirsiniz, mən sizə bir söz deyim. Güvən yoxdur. Bugündən sabaha. Ruslarda bir söz var, pul heç vaxt çox olmur. Çox pul nə qədərdir sizin üçün? Çox pul olmur, çox. Çox. Mən üçün, mənə bu saat çox demirəm, mənə baxayım. Bizə kimdən istəyirəm? Mən də deyəcəm. Yaradıcı insanlardan çox pul olmur. Mənim bu saat 2 milyon manatım olsa, nə toya gedərəm, Oturarsınız evdə. nə toya gedərəm, heç evdə nə mələcək. Gezərəm, mən yoldaşımı vuraram, belə qoltuğumu belə deyək. Dünyanı gəzərsiniz. Öpürəm, səyahət eləyərəm. Baxmayaraq gezmişəm çox, səyahət eləyərəm, yorulmuşam mən də artıq. Nə qədər olar da, ay bu leyli, nə qədər bu... Siz o dünyadakılar bizimlə biri, onlar milyardları qazanırlar, halal xoşlarıdır. Biz indi qəpik quruş desəndik, yəni onların yanındakını biz semiçka pulu qazanırıq, onların yanında. Şükür Allaha, pisdir, əladır. Xaricdə, deməli, bir insan oturur, soyuducusunu doldurur, dolandan sonra qapını bağlayır, gedir yaradıcılıqla məşğul olur, çünki toxdur qarnı. Azərbaycanda isə biz bir də soyuducunu doldurandan sonra ikinci soyuducu alırıq. İkinci soyuducu almışam. Doğrudan. Cemdə ləliyön. Bugün maşallah o da fəxrimizdir. Yəni mənim sənət özü sevdiyim bir ifaçdır. Baxıram ki, yazıb ki 500 milyon, bilmirəm, TL nə yazıblar yoxsa necədə? Tarkan pul qazandı konsertdən. 20 milyon manat. Bilmirəm də nə qədər də. Axı biz o səviyyədə deyilik də, yəni başa düşdün. Səviyyə deyəndə ki, əhali sayımız azdır. Əhali mən dediksən ölkə ol mənada. Ona görə də bizim pul olan yanında yetim canımız. Biz yeyənimiz də çoxdur. Biz onları da fikirləşirik də. Tək yeyə bilmirik, vicdan var. Mən tək yeyə bilərəm onu, amma içimdəki vicdan məni qoymur. Onun ehtiyacı var. Başa, mən necə oturum bunu yeyim, əgər mənim qonşumda bu yoxdursa.
nə vicdansız deyiləm. Ona görə də bizi müqayisə etməyin də. Qane elədi cavab. Bəli. Çox sağ olun. Nadir bəy, Azərbaycan məhsuludur. Yerli zeytunlardan istehsal olunmuş zeytun təbii xoşlayıram və mən. qatqısız Həm xeyirlidir. zirəmizdə, doğma bəh. zirəmizdə istehsal olunan, yetişən Zirə Olives məhsulları gəlsin. Orada Hər şey var. zirə söhbəti var. Zirə. Nə gözəl. Kompotu, zeytunun yağı, Zeytun kompotu şorabası. bilmirdim təzə. Bəli. Hər şey var orada. Zeytuna Sabunla aid kimi. hər şey. Çox sağ olun uşaqlar. Çox minnətdaram. Mənim də evimdə zeytun məhsulları olarmış. Bəli, bəli. Bunlar hamısı sizindir. Hörmətli izləyicilər, tamaşaçılar və Nadir bəy, zeytunun xeyirlərinə xəbəriniz var. Zeytun maddələr mübadiləsini sürətləndirir. Ürək-damar və qaraciyər fəaliyyətini yaxşılaşdırır. İmmun sistemini gücləndirərək orqanizmi qoruyur. Gündə cəmi 5 zeytun isə yaddaşı möhkəmləndirir. Stresi azaldır və sizi daha sağlam bir günə aparır. Zirə Olivesin istehsalı olan Riviera məhsulu haqqında danışmaq istəyərəm. Tam təbii Riviera zeytun yağı qızartmalıq yeməklərə, şirniyyatlara, xəmir yeməklərə, salatlara və souslara xüsusi dad qatacaq. Zirə Olives bütün bu faydaları Abşeron zeytunlarından tam təbii və qatqısız şəkildə süfrənizə gətirir. Salam, hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz. Adım Qafardır. Mənim nəvə. Adı nəvə? Babamdır. Qılma seniyim də. Hə, edin. Ay dədə var. Nə yaxşı Nəvə? adın var sənin. Sən nə yaxşı adın var. Söhbət işi bitiririk. Qafar bundan sonra mənim üçün harda qafar var, onu mən divarda yazsa o divarı öpəcəm. Doğru. Başına gəlsin, başına Amin, gəlsin. inşallah. Başınıza gəlsin inşallah. Başınıza gəlsin. Əla, əla. Xoşuma gəldi. Sən indi bundan sonra acılasan da sən öpəcəm yenə. Çox sağ olun. Sual Öpəcəkəm səni, öpəcəkəm. Bu yaxınlarda bir məmurun küçə ticarəti ilə məşğul olan alma satan satıcıya qarşı çopuqluq etdiyi video yayılmışdı. Para aparsan onu, para aparsan. Vətəndaşı piyada səkidə satırsansa, bu sənin deyil. Bu sənin deyil. Orada aparma, xahiş edirəm. Belə çeyin. Xahiş edirəm, özün apar. Vaxtilə siz də küçə ticarəti ilə məşğul olmuş biri kimi o alma satanın yerində olsaydınız, nə edərdiniz? Kimliyindən, vəsvəsinə asılı olmayaraq insan insana gözəl davranmaq lazımdır. Mütləq nazik davranmaq mehriban lazım. olmaq lazımdır. Ona görə ruzi bərəkət olur. Yenə deyirəm, bir nəfər o vaxt, yenə də həyatımdan sitatlar getirəm. Yenə 30 il bundan qabaq bir nəfər var idi, mən efirə getmək istəyirdim, deyirdim, mənə də çəkin, mənə də sən kimsən? Axır bezdi də, yəni o qədər yalvardım ki ona, yalvarırdım, mən ehtiyacım var idi reklamaya. İllər keçdi, o adam məni oğlunun uşağının toyuna çağırdı. Məni görəndə öpüb, iki əlli qucaqlayır. Sənətkarım deyir. Ona görə heç kimə yuxarıdan aşağı bilmək olmaz sənin o kimsən, sən kimsən dediyin insan sabah gəlib nazir ola bilər. Sənin ona ehtiyacın ola bilər, həkim ola bilər, sənin ona ehtiyacın ola bilər. Heç vaxt insanları alçaltmayın. O sizin alçaltdığınız insan gələr elə bir rütbədə elə bir olar ki, sən ona möhtac olarsan. Yaxşı hərəkət deyil, mən alqışlamıram. Siz özünüz orada olsaz, nə hərəkət eləyərdiniz həmin anda? Mənim əmdən xata çıxa bilərdi. Mən biraz dəliyəm, baxın. İşi adı, sakit adamam, mənə dəymə. Deyir, qulun olum, kölənə olum, mənə dəymə. Dəymə. Çox sağ olun, minnətdaram. Sağ olun, sağ olun. Gəldi Balali. Can ay Balali, gəl. Qardaş, neymişsən, nə var, nə yox? Axşam xeyir olsun. Nadir bəy, bir daha xoş gəlmisiniz. Çox maraqlı, həm də xüsusi bir sualım var sizə. Amma xahiş edirəm meyxana ilə nə sualın? İşin olmasın uşağına. Əjdaha ləqəbini götürmüsünüz özünüzə. Əjdaha da bildiyimiz kimi nəhəngliyin simvolu hesab olunur. Hə, mifdir də, mif. Onda belə çıxır ki, siz bu musiqinin nəhəngi hesab edirsiniz özünüzü. Yaxşı, bəs siz bu musiqidə əjdahasınızsa, Alim Qasımov kimdir? Salam əleykum. Birincisi, mən muğamatist deyiləm. Muğam ifaçısı deyiləm. Alim Qasımov bəs muğam ifaçıdır, muğam səsi var. Mən lirik tenoram. Özümə görə səs tembrim var, səsimin gücü var. Özümə görə. O da Allahın vergisidir. Alim Qasımova Allah çox verib biraz səsinə, gücünə. Mənə az verib. Və mən bu azla qaniyəm. Öpürəm səni. Yox. Eksiyyətli sürürəm mən. Bu boyda səslə öpürəm səni. Minnətdaram, çox sağ olun. Lirik tenorun əjdahasısınız. Yox.
Mənə o vaxt dedilər ki, Xumar xanımında kərtənkələ oxumuşdum. Dedilər, sonra pişik günə pişik oxumuşdu. Dedilər, siz bəs şobisesin kimi? Dedim, valla mən sıçan zat deməyim, kirpi zat deməyəcəm ki, yaxşı heyvanı deyim də, yəni güclü. Əjdaha dedim. Əjdaha dedim, yəni belə oldu söhbət. Mən demədim, mən əjdahayam. Bəli, mən bugün toy sferasında əjdahayam. Və bizim xüsusi sponsorlarımızdan biri sizin evinizi, eşiyinizi, gələcəyinizi düşünən Unimetaldır. Unimetalın üstünlükləri nələrdir? Unimetalda böyük stok mövcuddur. Yəni müştəri istehsalı gözləmir. Dəqiq ölçülər, yəni layihə zamanı sürprizlər yaşanmır. Sənaye standartlarına uyğun istehsal. Bu o deməkdir ki, bütün məhsullar keyfiyyət sənədləri ilə təsdiqlənir və bütün bunlar peşəkar layihələr üçün ideal şəkildə təqdim olunur. Unimetal profil, boru, list və rulon metal məhsullarını sürətli tədarük və stabil keyfiyyət prinsipi ilə təqdim edən Qafqazın yeganə boyalı rulon istehsal edən zavodudur. Unimetal, əsl metalın ünvanı. Təşəkkürlər Unimetal. Vermək istəyirdi. Xoşuma gəlir. Axşamınız xeyir. Nanayla balaca bacısı. Pis mənə də demirəm də, yəni xoşuma gəlir, vizual olaraq xoşuma gəlir. Təşəkkür edirəm. Mən bilirəm ki, siz hazırda olduğunuz vəziyyətə gəlmək üçün çox əziyyətlər çəkmisiniz. Hətta bir zamanlar pələşki də satmısınız. Belə bir balaca olub. Sizin kimi insanların həyat hekayəsi ümidi üzülmüş insanlara müsbət təsir göstərir. Onlara buradan nə demək istəyərdiniz? İnsan əziyyətlə olanda hər şey ləzzətli olur da. Sən rahat olursan, rahat yeyə bilirsən. Bax, bu kökü beləsən, rahat. Motivasiya da, yəni versin. Əziyyət çəkmirsən. Ailə qurdum. Mən buğalteriyada işləyirdim. Mənim ikinci təhsilim də var. Mühasibatçıyam. Amma mənlik deyildi. Onu mənə evdən demişdilər ki, əlində diplom olsun deyə onu elə. Amma peşman da deyiləm, işlədim bir ara, gördüm bu iş mənlik deyil da. Mənim palıçkamla avansım mənim ayın axınacan görmürdü. Artıq uşaq da dünyaya gəlirdi, adı çətinləşirdi. Mən gəldim müdürün yanına, dedim ki, Allah rəhmət eləsin, qəhrəman müəllimin də yadımdadır. Mən getmək istəyirəm bu işdən. Mən nə vaxtacam mən belə ləlün gündə qalacam da. Mən kişiyəm, mən evə yaxşı girmək istəyirəm. Belə girmək, mən artıq yorulmuşam belə girməkdən. Mən yorulmuşam, mən qaynanam, simitam özünün... Bəli, sağlatdınız. Mənim qaynanam elmi işçiydi, onlara talonlar verirdilər. Onu çəkirdi evdə. Bankanın belə gücü ona çatırdı da, bizə getirdi. Mən ona utanırdım, qızım. Niyə o mənə getirməlidir ki? O özü elmi işçiydi, maaşa baxan adam idi, yəni. Niyə mənim qaynatam gələndə bizim soyuducunu açıb yoxlamalıdır ki, üzr istəyirəm, mənim qızım da yəni ki, canlıdır, sən soyuducun borçludur. Demirdim sən, onu mənə heç demirdi ki, sən necə kişisən. Onun soyuducu açması mənə hər şeyi deyirdi. Mən bunlardan bezdim. Qoydum olmayan papaq, papaqda yəni papaq qoymamışam, heç çox sevmirəm də papaq qoymağı. Fikirləşdim, oturdum, dedim ki, mən neynəməliyəm, çıxmalıyım mən bu vəziyyətdə. Mən cəmaatın qızını alıb gətirmişəm. Bu adam yeməlidir də, normal insan kimi, atasının evində yaşayıb da normaldır. İşdən çıxdım mən, getdim mən kafelərə. Onda belə kafelər deyildi, müasir qəşəng, belə şey yox idi ki, siz əla şəraitdə yaşayırsınız. Orada kafelər var, torpağın üstündə bir dənə sintezator qoyurdular. Mikrofonla oxuyurduq ki, bizə kimsə gələcək, oradan nəsə verəcək. Toz torpaq da oxuyuruq, oynayanlar da ağzımıza girir, toz torpaq da torpaqlıqdır. Belə şərait Bakı belə deyildi də yəni. Biz ondan çıxdıq qızım, yavaş-yavaş gəldim mən. Məqsəd, dedim indisə məqsəd, məqsədim var idi. Və gəldim ki, mən o uşaqları dünyaya gətirmişəmsə, mənim evdə oturmağa, fikirləşməyə vaxt ixtiyarım yoxdur. Mən iş görməliyəm. Ofisiant da işləmişəm mən. Qab da yumuşam, işimə görə qızım pul qazanmaq üçün. Aşpazı da əvəz eləmişəm. Çünki mən məsuliyyətli insan idim. Artıq axırda mənə qaynatam, siz nə dedi? Sən yaxşı oğlansan. İndi də deyir mənə o. Deyir ki, sən deyir, çıxdım da, vəziyyətdən çıxdım. İndi mən istəyirəm belə gənclərimi olsun. Heç bir, onlar indi ofisanda işləməsinizsə, amma məqsədli bir işləri olsun. Heç vaxt birdən-birə olmur dövlətlənmək, dama-dama olur, əziyyətlə olur, onda rahat olursan. Mən bugün evimdə çox rahatam, yatıram.
Sizə də arzu edirəm ki, halal qazanın, amma tez soyumayın da. Bu gün olmadı, olmadı. Yox, elə deyil, olacaq. Allah məqsədli insanları sevir. O bir imtahandır. O mənim imtahanım idi. Keçdim o imtahandan. Əziyyətli, əzablı imtahandan keçdim. Amma bugün şükür Allaha, hər şeyimiz də var normalda. Şükür Allaha. Şükür Allah. Çox şükür. Çox gözəl. Yox, kövrətçilər də Ağlamaq yox, ağlamaq yox. kövrətçi də mənə də. Nə elədi? Bəli, qane elədi və sizin deyiminizlə deyim ki, yəni demək istəyirsiniz ki, ümidlərini itirməsinlər, hər də həvəsli olsunlar. Ümidi itirdinsə, deməli sən öldün. Bəli. Və sizi təqdir edirəm həqiqətən. Ümid axırda ölür. Bəli. Bayaq soyuducu dediniz. Mən belə başa düşürəm ki, soyuducu travma oradan qalıb. Hə də. Soyuducu hamı üçün böyük bir yaralı bir yerdir. Bizim xüsusi sponsorumuz olan Slippy. Bəli, Slippy gəlsin və Nadir bəydə hədiyyəmiz var. Mən bilirəm ki, Nadir bəy o qədər təmizkardır ki, baba bu Slippy salfetini, nəm salfeti də bu, yaxşı. Mən bunları evə tonla alıram. Bəli, Mən evdə, çisiz deyirəm amma xoşuma gəlir səliqə. evdə, maşında, ofisdə, restoranda, Slippy hər yerdə sizin köməyinizə çatacaq bir məhsuldur. Əsas keyfiyyətlidir, əsas odur. Bəli, qardaş ölkəmizdən gəlir, bunu qoyuram. Mən istəyərdim ki, Nicat getsin qara kutunun içinə baxsın, görək nə var, nə yox. Nədir orada, ay Nicat? Heç saat. Burada elə bir əşya var ki, elə bir dəyərli bir hədiyyə var ki, bu Kəramət Böyüçölün kitabıdır. Bəli, alqışlayaq, xahiş edirəm. Bəli. Çünki növbəti qonağımız Kəramətdir, bəli, düz eşitdiniz. Amma Şəxsən bunu sizə hədiyyə göndərir. Düzdür, o da məni davaqsa tənqid edib, buna baxmayaraq mən ona hörmət edirəm. Hərdən onun fikirlərinə razılaşıram. Pis insan deyil, yəni məntiqləri var, özünə görə var, hoşuma gəlir. Bunu sizə hədiyyə göndərir. Çox sağ ol, minnətdaram. Kəramət, sənə uğurlar arzu edirəm. Alqışlayaq Kəraməti. Mən arzu edirəm ki, sənin kitabların bütün dünyada satılsın. İngilis də alabilsin, Alman da alabilsin, Amerikanis də alsın və Holland və ilaxır və s. Əli xan, bayaqdan Nadir bəy təyamlardandadır. Çox. Mən bildirim ki, bura Irish pub'dır. Çox yaxşıdır. Mənə bura girəndə mənə ləzzət elədi. Bəli. O milli interyeri var burada. Biraz da avangard qarışıq. Bu lüstralar bahalı, interyer bahalı. Gəldim, gördüm əla. Gələnəvə gələcəm, ailəmlə gələn, nəvəmlə, kalaska ilə. Ay can. İnşallah. Irish pub'un bütün kollektivinə öz təşəkkürümü bildirirəm. Səmimiyyət faizini ölçək. Qırmızı qaldırıb, qadaşıcı. Bilirəm, qaldırıb. Niyə bu da səmimi deyildim, hə? Kim düşünür ki, Nadir bəy səmimi idi? Kim düşünür ki, qeyri-səmimidir? Qırmızı aydındır. Heç kim arxada da mənə bildir. Bizim verilişdə 100%. 100% bizim verilişdə hələ belə şey olmur ha. Yəni Aydındır, salın aşağı. Mənim kartım 2-2-dir ya qardaşım. Bu sənin kartındır. Bəli. Bu da mənim kartım. Bəli. Hansı ilə ödəyək? Əlbəttə mənim kartım. Yox, xahiş edirəm. Bir dənə qarışdırım. Seçim edin. Burada da var, qırmızı, qızıl zat Seçim eləyin, yox, seçim eləyin. Biri onun kartıdır, biri mənim kartım. İkimiz də məziz. Bir dənə kart seçilməlidir oradan. Ayda nə var? Onu mən nə mən eləyim? Hədə onsuz görsənmir, ad görsənmir. Nəysə. Kimdə o? Ad yoxdur burada. Var. Mən, həmişə kim mən? Ay yetim. Alqışlayaq da xahiş edirəm. Bax mən. Sən necə belə adamsan? Mən heç də eləmədim. Ürəksiz adamsan. Mən niyə ürəksiz olum? Qoy onu cibə. Çünki o da ürəklidir. Həmişə hesabı ürəklə verib, ona görə mənim çıxdı orada. Necə? Yox, verirəm də. Yoxdur, sən elə. Nə olar? Unibankın post terminalı gəlsin. Bəli, gəlsin. Ömrü boyu hesabı mən vermişəm verilişdə. Ömrü boyu. Özün istədin də qardaşım. Ödəyirəm. Vay. Özün. Hesabı mən verəcəm, ona görə hər şey sifariş edərlər. Harda oturmuruq hesabı mən ödəyirəm. Harada Çox Çox sağ ol. Çox sağ ol. Bəli. Nadir bəy, sağ olun ki gəldiniz. Sağ olun, maraqlı Bugün doğrudan da çox Biraz tərəddüd edirdim. Nədən qorxurdum?
etdim. Bir dənə uşaqlar mənə elə suallar verər, biraz yaşıma başıma da baxmadı. Dedim axı biz köhnələr biraz onu güdərik də. Yəni doğrudan bu gün çox səmimi bir veriliş oldu. Mən də çalışdım yox, olduğum kimi olum. Bəli. Yəni heç mən deyirəm, kameraları görmürdüm. Hə, nə Çox sağ olun ki, gəldiniz. Biz nə edirik? Biz gözləyirik gələn həftəni və gələn həftəki qonağımız Kəramətdir. Bəli. Və siz indidən bilirsiniz ki, Kəramətdir, amma o biri həftənin qonağını siz təyin edə bilərsiniz. Şərh bölməsində yazın, təklif eləyin və kimi görmək istəsəz biz o adamı dəvət eləyirik. Bəli. Sağollaşmırıq, hələlik deyirik. Gələn həftə görüşənədək. Məhəbbət sönü görəysən gördüm indi var heç var